Bax, səndən balaca idim. Hamısı güldü Yevlaxda. Bir gülürlər. Mən deyirəm ki, diktor olacağım, gülürlər. Gülmə Allah. Utandım soruşmağa ki, gülməli nə var burada? Niyə gülürsünüz ki, mən televiziyada işləmək istəyirəm? Soruşmadım. Amma günlərin bir günü Bakıda oxuyuram. Dedim, gedim Yevlağa, oradan qatarla gedim. Şəkiyə qatar yox idi. Yevlaxda da gec 12-də çıxırdı. Məni yola saldılar oradan. Onda soruşdum, dedim, ay Telman, yadana gəlir, məndən 10 yaş böyükdür Telman, yadana gəlir, mən sizdə dedim ki, qonaq idi. Mən televiziyada işləyəcəm. Dedi ki, yadıma gəlir. Dedim, bəs niyə o qədər güldülər? Niyə gülməli oldu görəsən də? O qədər güldülər ki, gözləri yaşarmışdı gülməkdən. Bunlar yaxşı adamlardır da, hələ də onlarla dostluğumuz var. 75 illik əlaqə var. Dedi ki, Şəki ləhcəsinə görə. Mən diktor olsam, deyəsiydim ki, halinde belə oldu, halinde belə oldu. Onu fikirləşib gülürdülər. Amma nə olsun, televiziyada da 19 il işləyirəm. 23 il bir qəzetdə işləyirəm. 9 il bir qəzetdə burada işləyirəm. Yəni ki, bu oğlana deyirəm ki, arzulamaq yaxşıdır. Bir 30 il qabaqda mənim məktubum var. Burada da Bəxtiyar müəllim yazır o barədə. Ki, açqım aşağıdadır, heç nə olmaz. Heç nə olmaz. Burada yazır ki, sən istədiğin, axı mən Bəxtiyar müəllimin ev muzeyi yaradılsın deyib prezident aparatına məktub yazmışdım. Sağlığında da ev muzeyi olan şey də öyleydi. Amma Bəxtiyar müəllim onlara deyər ki, o mənim dostumdur. Ona öz kəndlərində bir dənə otaq verir, mən də kitablarımı verim, orada muzey kimi bir şey eləsin. Onu da rəsmiləşdirməğini soruşur ki, çoxdan çalışdığın o poeziya rəsmiləşdi. Poeziya evi.